Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə əlinizdə ata günəşi olsun, əziz dostlar. Deməli, bizim Azərbaycan Respublikasının Yeni Azərbaycan Partiyasından Milli Məclisdə millət vəkili Əli Hüseynli belə bir bəyanat verib. Bu bəyanatı bilmirəm, sifarişini yəqin ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya Federasiyasının Dövlət Dumasının spikeri deməli Vaçislav Volodin verib yəqin ki bu mesajı və bilirsiniz ki 2024-cü ildə siyasi partiyalar haqqında qanun qəbul olunur və siyasi partiya haqqında qanunun tətbiq olunmasında Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası Azərbaycan Respublikasının partiya haqqında qanuna uyğun olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Nəzərinizə çatdırım ki, bizim təşkilatımız 1905-ci ildə yaradılan Difai Təşkilatı ideologiyası Əhməd Ağulunun və Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusufbəylinin dəstəyi ilə 1911-ci ildə Müsavat Partiyası yaradılıb və bu partiyanın ideoloji təməli üzərində Difai Təşkilatının və Müsavat Partiyasının təməli üzərində 1987-ci ildə 1989-cu ildə Çənlibel və Varlıq birliklərinin birləşməsindən Azərbaycan Xalq Cəbhəsi yaradılıb. 1991-ci ilin 18 oktyabr Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını imzalayanlardan biri də təbii ki Azərbaycan Xalq Cəbhəsi Partiyası olub. 1992-ci ildə keçirilən ilk prezident seçkilərində 60,84% səs çoxluğu ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası hakim partiyaya çevrilib və Xalq Cəbhəsi Partiyasından paralel olaraq Azərbaycan Respublikasının qanunvericilik orqanında parlamentin spikeri seçilən 18 may 1992-ci ildə spikeri seçilən hazırda Müsavat Partiyasının başkanı İsa Qəmbər olub. Və İsa Qəmbər 1992-ci ilin oktyabr ayında keçirilən qurultayda partiyanın sədri seçilib və bu partiyanın qurucusu 1918-ci ilin 28 may İstiqlal Bəyannaməsinin müəlliflərindən biri olan Milli Şuranın fraksiyasının sədri və 1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk qurucu sədri Məhəmmədə Əli Rəsulzadə və onun qardaşı Məhəmməd Əmin Rəsulzadə olub və bu sözü deyən adamlar görünür tarixdən xəbəri yoxdur və bu sözü deyən adamlar ən ləyaqətsiz, ən şərəfsiz insanlardılar və bu sözü deyən adamlar Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, üçrəngli bayrağına nifrət edən adamlardılar. Şəxsən biz hətta Yeni Azərbaycan Partiyasının bağlanmasına belə etiraz edərik. Ona görə ki, məhz 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının ikinci prezidenti Əlfəz Elçi bəyin və Azərbaycan Respublikasının parlamentinin sədri İsa Qəmbərin qəbul etdiyi qanun layihəsi ilə siyasi partiyalar haqqında qanun qəbul olunub və bu qanun əsasında Azərbaycanda Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Ədalət Partiyası və Yeni Azərbaycan Partiyası noyabr ayının 21-də qeydiyyatdan keçmiş bir siyasi partiyadır və Yeni Azərbaycan Partiyasının hazırki sədri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir.
bu sözü deyən alçaqlar, binamuslar, bişərəflər Azərbaycan Respublikasının prezidentinin qəbul etdiyi siyasi partiya haqqında qanunun tələblərini ləyaqətsizcəsinə pozan adamlardılar. Və bu sözü deyən adamlar bilməlidirlər ki, Azərbaycanın dövlət müstəqilliyi nə qədər ki var, üçrəngli bayrağımız nə qədər ki dövlət binalarımızda dalğalanır, nə qədər ki Azərbaycan Respublikasının prezidenti 5 dəfə vətəndaşların səs çoxluğu ilə seçilir, bu partiya yaşamalıdır və yaşayacaq. Bu partiya haqqında güldən ağır söz deyən adamlar elə Yeni Azərbaycan Partiyası haqqında da eyni ləyaqəsiz sözləri deyənlərdir. Çünki Yeni Azərbaycan Partiyasının qurucusu Azərbaycan Respublikasının 18 oktyabr dövlət müstəqilliyi haqqında Konstitusiya aktını imzalayan 17 noyabr 1990-cı il Naxçıvan Muxtar Respublikasının dövlət müstəqilliyinin qəbul edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Azərbaycan Respublikasının 1993-cü il, 1998-ci il prezident seçkilərində Azərbaycan Respublikasının 3-cü prezidenti seçilən Heydər Əliyev məhz Naxçıvan Muxtar Respublikasında Xalq Cəbhəsinin yaradılması və Xalq Cəbhəsinin yaranmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev Naxçıvanda Xalq Cəbhəsinin dayaqlarını yaradıb, Xalq Cəbhəsinin 1992-ci ilin mayın 15-də baş verən demokratik inqilab nəticəsində avtoritar lider kommunist rejimi Ayaz Mütəllibov devrilir və nəticədə hakimiyyət demokratik qüvvələrin əlinə keçir. Heydər Əliyev ANS televiziyasına müsahibəsində Xalq Cəbhəsinin bu möhtəşəm demokratik qələbəsini təbrik edir və 92-ci ilin iyun ayının 7-sinə keçirilən ilk demokratik prezident seçkilərində Xalq Cəbhəsinin kollektivini, Müsavat Partiyasının kollektivini ürəkdən təbrik edir. Bu dövlət gənəlləklərimizdə, dövlətçilik ənəllərimizdə böyük mənada bir tərbiyənin göstəricisidir. Heydər Əliyevin prezident seçilməsindən 2 il sonra Azərbaycanda keçirilən ilk müstəqil Azərbaycanın parlament seçkiləri demokratik yolla keçirilir və 1995-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi parlament seçkilərində möhtəşəm qələbə qazanır. Xalq Cəbhəsi Partiyasının sədr müavini Əli Kərimli parlamentin üzvü seçilir. Və o cümlədən 2000-ci il və 2005-ci il parlament seçkilərində Müsavat Partiyası möhtəşəm qələbə qazanır. 2003-cü il prezident seçkilərində Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürür və seçkiləri də möhtəşəm qələbə ilə başa çatdırır. 2013-cü il prezident seçkilərində də Xalq Cəbhəsi Partiyasının üzvü Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərində qalib gəlir. Baxmayaraq ki, hüquqi cəhətdən Azərbaycan Respublikasının baş naziri İlham Əliyev prezident səlahiyyətlərini icra edən və təbii ki 2008-2018-ci il, 2024-cü il prezident seçkilərində möhtəşəm qələbə qazanan cənab prezidentimiz İlham Əliyev təbii ki koalisyon hakimiyyətin qurulmasında maraqlı olub və siyasi dialoqlara həmişə maraqlı olub. Və hesab edirəm ki, Əli Hüseynlinin ləyaqətsiz fikirləri heç bir siyasi partiya haqqında qanunun uyğun deyil. Çünki Azərbaycan Respublikasının üçrəngli bayrağını sevən insanlar qanmalıdırlar ki, başa düşməlidirlər ki, Milli Məclisi yaradan Azərbaycan Respublikasının dövlət müstəqilliyimizin qurulmasında ərazi bütövlüyü uğrunda şəhidlər verən 2 siyasi partiya varsa, Müsavat Partiyası və Xalq Cəbhəsi Partiyası olub. 70 illik Rus istibdad rejiminə, kommunist istibdad rejiminə qarşı mübarizə aparan partiya Müsavat Partiyası olub
və Azərbaycanda 1-ci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda şəhidlər verən ən çox siyasi partiya Xalq Cəbhəsi partiyası olub. Və Ramiz Qəmbərin, Əliyar Əliyevin, Allahverdi Bağırovun rəhbərlik etdiyi Xalq Cəbhəsinin batalyonları 1-ci Qarabağ müharibəsində Ağdərə əməliyyatının təşkil edənlərdən biri olub. Aldığımız məlumata görə 1993-cü ilin dekabr ayından yanvara qədər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Heydər Əliyevin dövründə uğurlu Horadiz əməliyyatı zamanı Zəngilan şəhərində də Xalq Cəbhəsinin batalyonları da məhz bu müharibədə iştirak ediblər. Hətta Cəmşid Naxçıvanski adına hərbi məktəbdə xeyli sayda Xalq Cəbhəsinin batalyonunda yer alan insanlar da müharibədə iştirak ediblər. 2-ci Qarabağ müharibəsində Ukrayna-Rusiya müharibəsində Ukraynanın silahlı qüvvələrində şərəflə, ləyaqətlə müharibədə iştirak edən siyasi partiyalardan biri də Müsavat partiyası olub. Xalq Cəbhəsi partiyası olub. Və Xalq Cəbhəsinin Gənclər Təşkilatında rayon sədrlərin arasında 2-ci Qarabağ müharibəsində iştirak edən, antiterror əməliyyatını iştirak edən xeyli sayda şəhidlər var, xeyli sayda qazilər var. Bu sözü deyən ləyaqətsizlər hətta öz ulu öndərlərinə Heydər Əliyevə belə hörmətsiz bir münasibət göstərirlər. Bu ifadə heç bir millət vəkilinə yaraşmayan ifadədir. Biz Milli Fədali Hərəkatı olaraq bütün siyasi partiyalara hörmətlə yanaşırıq. Heç bir siyasi partiya haqqında nalayiq ifadələr işlədilməsinə tərəfdar deyilik. Azərbaycanda hakimiyyətdə olmuş, yalnız Kommunist Partiyası istisna olmaqla, Müsavat Partiyası, Xalq Cəbhəsi Partiyası və Yeni Azərbaycan Partiyasına hər zaman hörmətlə yanaşmışıq. Ona görə ki, Müsavat Partiyası Azərbaycan parlamentarizminin köklərini yaradıb, Azərbaycanın demokratik cumhuriyyətini yaradıb və 2-ci Dünya müharibəsində Azərbaycan legionerlərini yaradıb. Xalq Cəbhəsi Partiyası Azərbaycanın silahlı qüvvələrini yaradıb. Azərbaycanda uzun illər demokratiya uğrunda mübarizə aparıb, bir çox qurbanlar verib və bugün dekabr ayının bilirsiniz ki, Apellyasiya məhkəməsində Xalq Cəbhəsi Partiyasının sədri, keçmiş dövlət katibi və keçmiş millət vəkili Əli Kərimlinin məhkəməsi baş tutacaq. Və hesab edirəm ki, Səba rayon məhkəməsinin verdiyi qərara parlament üzvləri, seçkili orqan münasibət bildirməlidir. Kəskin bir etiraz münasibəti bildirməlidir. Və Yeni Azərbaycan Partiyasının sıralarını qoşulan hər bir Heydər Əliyev, İlham Əliyevi dəstəkləyən insan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, Azərbaycan Respublikasının 1-ci Qarabağ müharibəsində iştirak etmiş partiyanı bu cür qanuna zid, konstitusiyaya zid, siyasi partiya haqqında qanuna zid tələblər irəli sürən insanlar dərhal həbs olunmalıdır, dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Və Əli Kərimli dövlət katibi olduğuna görə, parlament üzvü olduğuna görə dindirilib. O partiya mənsubiyyətinə görə dindirilməyib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında da 18 oktyabr 91-ci il 32 maddəlik müddəalarda da 28 may İstiqlal bəyannaməsində də deyilir ki, siyasi mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında, Konstitusiya qarşısında bərabərdir. Bu layiq ifadələri işlədən insanlar görünür totalitar rejimi, Azərbaycan Respublikasının müstəqilliyini qəbul etməyən, Azərbaycanı müstəmləkə dövlətinə çevirmək istəyən, Rusiyanın neokolonizminə məhkum eləmək istəyən şərəfsizlərdirlər, ləyaqətsizlərdirlər. Onlar
Xalq Cəbhəsinin, Müsavat Partiyasının hesabına Yeni Azərbaycan Partiyasının yaranmasını bilmirlər. Məhz Xalq Cəbhəsi, Müsavat Partiyası hakimiyyətdə olmasaydı, Yeni Azərbaycan Partiyası yarana bilməzdi. Xalq Cəbhəsi, Müsavat Partiyası olmasaydı, əslin müqaviləsi imzalana bilməzdi. Xalq Cəbhəsi, Müsavat Partiyası olmasaydı, Azərbaycan 1-ci Avropa oyunları keçirə bilməzdi. Xalq Cəbhəsi, Müsavat Partiyası olmasaydı, Azərbaycan Formula 1 yarışları keçirə bilməzdi. Azərbaycan Avropa Şurasının üzvü ola bilməzdi. Azərbaycan Avroviziya mahnı yarışmasını keçirə bilməzdi. Qarabağ Futbol Klubu Azərbaycanda beynəlxalq uğura nail ola bilməzdi. Belə bir fikrə, qənaətə gələn ləyaqətsizlər 70 il Azərbaycanı terror dövləti olan Rusiyanın ayağına verirlər. Rusiyanın, İranın ayağına verirlər. Baxın Rusiya, İrana. Orada siyasi partiyalar nə vəziyyətdədir? Ümumiyyətlə, Rusiyada, İranda siyasi partiya fəaliyyəti varmı? Görürsünüzmü? Rusiyada, İranda siyasi partiyaların adı çəkilirmi? Göstərə bilərsinizmi? Rusiya Dövlət Dumasında, İran parlamentində hansısa siyasi partiya varmı? Çin Xalq Respublikasında siyasi partiya varmı? Görün, bu adamlar dünyadan nə qədər xəbərsizdirlər ki, dünyanın ən demokratik ölkələrin siyasında olan Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Krallığı, Almanya Federativ Respublikası, Belçika Krallığı və bizim Avropa Şurasında müttəfiqimiz olan Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatında QUAM-ın üzvü olan ölkələrinin parlamentlərinə baxın. Hər birində müxalifət partiyaları var. Hər birində iqtidar partiyaları var. Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisində siyasi partiyalar var. Azərbaycanda dövlətçiliyi qurmuş iki partiyanı təhqir eləmək, partiyanı bağlamağı tələb etmək şərəfsizlikdir, ləyaqətsizlikdir. Ulu öndərlərə hörmətsizlikdir. Bizim üç ulu öndərimiz Rəsulzadə, Elçi bəy, Heydər Əliyev əziz ruhuna hörmətsizlikdir. Onun əziz ruhunu təhqir eləməkdir. Üç şərəfli öndərlərimiz Azərbaycanın dövlətçiliyini qurublar. Biz hər üçünə Azərbaycanın ümumi lideri deyirik. Və Xalq Cəbhəsi Müsavat Partiyası özünə Rəsulzadə, Elçi bəy ulu öndəri adlandırır. Yeni Azərbaycan Partiyasının şərəfli millət vəkillərindən Hikmət Babaoğlu və Elman Nəsirov və Əziz Ələkbərov Qərbi Azərbaycan icmasının üzvləri kimi Heydər Əliyevi ulu öndər hesab edirlər. Və bu fikirlərə gələn insanlar Heydər Əliyevin gördüyü işlərini, 10 illik prezidentlik dövründə gördüyü işləri unudurlar. Siz Amerikanın Azərbaycandakı səfirliyində ümumi liderimiz Heydər Əliyevin Müsavat Partiyasının başqanı İsa Qəmbərlə və parlamentdə təmsil edən Xalq Cəbhəsinin sədri Əli Kərimli ilə görüşlərini, kadrlarını görsəniz, dəhşətə gələrsiniz ki, görün Heydər Əliyev nə qədər hüququ, qanunun aliliyinə, nə qədər hörmətlə yanaşır. Və bu fikirdə olan ləyaqətsiz insanlar konstitusiyadan, hüquqdan xəbərləri yoxdur. Və özlərinin qəbul etdiyi siyasi partiya haqqında qanunu çeynəyirlər. Çünki Xalq Cəbhəsi Müsavat Partiyası Azərbaycan dövlətçiliyinin, üçrəngli bayrağımızın şərəfidir, namusudur. Bu partiyanı Rəsulzadə və Elçi bəy qurub. Hər ikisi Azərbaycanın dövlətinin namusudur, şərəfidir, ləyaqətidir. Biz necə ki prezidentimizə, necə ki Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasında əvəzsiz xidməti olan Heydər Əliyevin əziz xatirəsinə hörmətlə yanaşdığımız kimi, Rəsulzadənin əziz xatirəsinə, Elçi bəyin əziz xatirəsinə, onun miras qoyduğu partiyaya hörmətlə yanaşmalıyıq.
Heç kəsin ixtiyarı yoxdur ki, hansısa siyasi partiyanı təhqir eləsin. Hər kəs öz fikrində azaddır. Hər kəs Əli Kərimlini tənqid edə bilər. Əli Kərimli tənqidlərə açıq bir insandır. Əli Kərimlini statuslarında tənqid yazan adamlara heç kəs bloklamır. Mən şəxsən nə qədər iradlar bildirmişəm. Bu iradlara görə nə təhqir olunmuşam, nə səhifədən xaric edilmişəm. Əli Kərimli çox demokrat, görüşlü bir insandır. Bəli, qanun qarşısında, hüquq qarşısında məsuliyyətə cəlb olunub. Və qanun qarşısında cavab verəcək. Sabah cavab verəcək. Və hesab edirəm ki, bu fikirdə olan insanlar üçrəngli bayrağımızı ayaqlar altına alan ləyaqətsizlərdir. Görünür onlar Rusiyanın, İranın, Çinin müstəmləkəsi, satelitidirlər. Bu fikirdə olan insanlar 70 il Rusiya komünistləri Azərbaycanı, iki partiyanı ləğv etməyə çalışdılar. 31 mart soyqırımı törətməklə 20 yanvar faciəsi niyə törədildi? Bu iki partiyanı məhv eləmək üçün. Bu iki partiyanın xalqın qarşısında, xalqın müstəqilliyin qarşısında, istiqlaliyyəti qarşısında əngəl yaratmaq üçün. Biz Milli Fədai Hərəkatı olaraq qətiyyən siyasi partiyaların təhqiramiz ifadələrlə işlədilməsinin tərəfdarı deyilik. Baxın, bizim səhifəmizdə heç bir zaman Xalq Cəbhəsi haqqında, Müsavat Partiyası haqqında, Yeni Azərbaycan Partiyası haqqında və yaxud da parlamentdə təmsil edən, parlamentdə seçilən parlament partiyalarının heç birinə qarşı təhqiramiz ifadə səsləndirməmişik. Nə Real Partiyası haqqında, nə Ümid Partiyası haqqında, nə Milli Cəhbə Partiyası haqqında, nə Ana Vətən Partiyası haqqında hər birinə hörmətlə yanaşırıq. Milli İstiqlal Partiyası haqqında və hər birinin parlamentdə təmsilçilik hüququ var. Hər birinin parlamentdə seçilmək hüququ var. Seçki hüququ onlara bu hüququ tanıyır. Təbii ki, seçicilərin səs çoxluğunu qazanmalısan. Yeni Azərbaycan Partiyasının sıralarında belə ləyaqətsiz adamlar xaric edilməlidir. Məsuliyyətə cəlb olunmalıdırlar. Və mən tələb edirəm ki, Daxili İşlər Nazirliyi, Dövlət Təqsiməti Əli Hüseynli barəsində töhmət versin, parlament töhmət versin, parlamentdə təmsil edən nə qədər Xalq Cəbhəsi Partiyasının qurucuları var. Fazil Mustafa, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev və o insanlar Azərbaycan Xalq Cəbhəsinin qurucuları olublar, Ali Məclisinin üzvləri olublar və onlara qarşı da hörmətsizlikdir. Və nə qədər Müsavat Partiyası sıralarında olan Musa Quliyev Müsavat Partiyasının üzvü olub və Azərbaycanın nə qədər diplomatları olub, Müsavat Partiyasının üzvü olub. Azərbaycanın özün müdafiə batalyonlarının yaradılmasında Xalq Cəbhəsinin, Müsavat Partiyasının əvəzsiz xidmətləri olub. Siz bunları necə inkar edə bilərsiniz? Necə tariximizi dana bilərsiniz? Bizim dövlətçilik tariximizi, müstəqillik tariximizi necə dana bilərsiniz? Biz təbii ki, 93-cü ildən bu yana Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin və İlham Əliyevin xidmətlərini çox yüksək qiymətləndirmişik və Heydər Əliyevin gördüyü işlərini, prezident kimi gördüyü işlərini, parlamentdə gördüyü işlərini yüksək qiymətləndirmişik. İlham Əliyevin parlamentdə, Avropa Şurasında, Milli Olimpiya Komitəsində, Dövlət Neft Şirkətində və prezident kimi fəaliyyətini çox yüksək qiymətləndiririk. Hörmətlə yanaşırıq. Bu dövlət tərbiyəmizin, dövlətçilik şuurumuzun göstəricisidir. Heç kəsə ixtiyar verilmir ki, ölkəmizin prezidentlərini, ölkəmizin partiyalarını təhqir eləsinlər. Belə şey olarmı? Partiyanın nizamnaməsinə uyğundurmu? Yeni Azərbaycan Partiyasının nizamnaməsini biz də yaxşı bilirik. Biz də Yeni Azərbaycan Partiyasının üzvü olmuşuq.
Müsavat Partiyasının üzvü olmuşuq. Biz nizamnaməni bildiyimizə görə Milli Fəda Hərəkatını yaradarkən birinci məqsədimiz olub ki, siyasi partiyaların daxili işlərinə qarışmayaq. Bu nə qədər ləyaqətsiz, şərəfsiz olasan ki, bu sözü deyəsən. Özə seçkili orqan bunu deyə. Təyinatlı orqanları məni maraqlandırmır. Onlar məsuliyyəti onsuz da cəlb olunurlar. Amma Əli Hüseynli yəqin düşünür ki, deputat toxunulmazlığı var və o hər şey danışa bilər, hər şey deyə bilər. Amma difamasiya haqqında qanun var və bu qanuna görə o intizama cəlb oluna bilər. Parlamentin intizam komissiyası var və intizama cəlb oluna bilər. Hər hansı bir partiyanı təhqir eləmək, o partiya ki, Azərbaycanın qanunvericilik orqanını yaradıb, siz onların hesabına oturmuşsunuz orada. Siz 10 milyon vətəndaşın səsi ilə oturmuşsunuz orada. Utanmırsınızmı? Xəcalət çəkmirsinizmi? Mən təyinatlı orqan haqqında heç nə deyə bilmərəm. Nə icra hakimiyyəti, nə nazirlər haqqında. Çünki onlar mənim qarşımda yox, prezidentimiz qarşısında məsuliyyət daşıyırlar. Baş nazir qarşısında məsuliyyət daşıyırlar. Mənim qarşımda heç bir məsuliyyətləri yoxdur. Borçlu da deyirlər. Amma siz seçkili orqanı təmsil edən millət vəkillərisiz. Siz bizim qarşımızda bizə borçlusunuz. Biz səs verməsək siz deputat mı ola bilərsiniz? Bizim səsimizlə deputat olmuşsunuz. Utanmırsınızmı? Yerə girmirsinizmi? Bizi başqalarıyla səhv salmayın. Biz Mustafa Kemal Atatürk'ün Məhəmməd Əmin Rəsulzadəni Mustafa Kemal Atatürk'ün əskəri elan edən Əfəz Elçi bəyi Mustafa Kemal ordeninin alan Heydər Əliyevin əziz xatirəsinə hər zaman hörmətlə yanaşmışıq. Kim Rəsulzadə əqidəsində olubsa, kim Elçi bəy əqidəsində olubsa, kim Heydər Əliyev əqidəsində olubsa, kim İlham Əliyev əqidəsində olubsa, ona hörmətlə yanaşmışıq. Onun haqqında xoş sözlər deyən insanlara hörmətlə yanaşmışıq. Bu da bizim siyasi tərbiyəmizdir. Amma siz qalxıb Elçi bəyin, Rəsulzadənin qurduğu ağacı kəsmək, ağacı vurmaq ən ləyaqətsiz işdir. Özə, siz kimsiniz ki, Ədliyyə Nazirliyin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə qarşısınız? Kimsiniz, siz? Lazım gəlsə Daxili İşlər Naziri də, lazım gəlsə Dövlət Təhlükəsizlik Xidməti də sizin barənizdə ölçü götürər. Kimsiniz, siz? Bizim səsimizlə oturmuşsunuz orada. Ölüb yerə girmirsinizmi? Bizi kimlərsə səhv salmayın. Biz hər bir şey qanunla, hüquqla danışırıq. Kiminsə xarici kəşfiyyatın ağzı ilə danışmırıq. O ağzı dilini kəsmək lazımdır. Biz o dillə danışmırıq. Biz Elçin Qədirli deyilik. O Elçin Qədirli Moskvanın uşağıdır. Moskvanın tərbiyəsini alıb. Özünü güya öz ağlında deyir ki, mən hüquq müdafiəçisiyəm. Yalandan özünü Ukraynanın dəstəkçisi kimi göstərir. Amma çıxır Rusiya haqqında, Belarus haqqında elə danışır ki, adam pişmiş toyuğun gülməyə gəlir. Nə olsun ki, xalq onu səs verib seçib? Utanıb yerə girmir o. Ölüb yerə girmir. 10 milyon vətəndaşın səsi ilə gəlib deputat seçilib, utanmaz deyir ki, məni xalq seçmir. Bəs sizə kim keçib? Siz bizi təhqir edirsiniz, utanmırsınız siz. Sizin qanundan, konstitusiyadan xəbəriniz yoxdur. Bu cür məsuliyyətsiz sözlərə görə parlament Elçin Qədirliyə intizam verdi. Düz elədi. Çünki konstitusiyaya zid fikir səsləndirmişsiniz. Vahid Əhmədov, Azərbaycan istiqlaliyyətinə qol çəkmiş bir adam, efirində də həmin sözü deyir. Siz balam, konstitusiyanı oxumursunuzmu? Baxın, bu Azərbaycan Respublikasının konstitusiyasıdır. Açın, oxuyun, qardaş, oxumağın yaşı yoxdur. Bu qədər tənbəlləşmək mi olar? Vallahi mən Əli Hüseyniyə məsləhət görürəm ki, get aç bir konstitusiyanı oxu.
Gör, konstitusiyada belə bir sözləri, ifadələri millət vəkilinin səlahiyyəti varmı işlətsin? Daxili İşlər Naziri deyə bilər, icra başçısı deyə bilər. O istədiyini eləyə bilər. O çünki güc strukturudur, hüquq-mühafizə orqanıdır. O nə istəyib eləyə bilər. Qanun çərçivəsində, konstitusiya çərçivəsində, cinayət məcəlləsi çərçivəsində nə istəyib eləyə bilər. Yəni, qanunu pozan adam haqqında nə istəyib eləyə bilər. Həbs ilə bağlı məhkəməyə müraciət də eləyə bilər, ifadə də verə bilər. Təbii ki, qanun çərçivəsində hərəkət eləyə bilər. Polis haqqında qanunun çərçivəsində hərəkət eləyə bilər. Siz kimsiz axı? Siz seçkili orqanı təmsil edən insanlarsınız. 10 milyon vətəndaşın yerinə niyə qərar verirsiniz? Ayıbdır. Bu cür məsuliyyətsiz fikirlər səsləndirmək olmaz. Ona görə də mən açlıq yazdım ki, kim partiyanın bağlanmasını istəyirsə, o dövlətçiliyə, müstəqilliyin düşmənidir. Və kimsə partiya sədri, partiya üzvü sadəcə icraçıdır o. Əli Kərimli İsa Qəmbər icraçıdır. O partiyanın qurucusu deyil. Və bilib-bilmədən ağzınıza gələni danışa bilməzsiniz. Xalq sizi ona görə seçməyib ki, ağzınıza gələni danışasınız. Məsuliyyətsiz bəyanatlar yazasınız. Yaxşı, Xalq Cəbhəsinin funksionerləri sizi məhkəməyə versə, sizə nə toxunulmazlıq olacaq? Polisə hücum eləyən bir millət vəkili deputatlıqdan məhrum oldu və cinayət məsuliyyətinə cəlb olundu. Qanunu pozan bir insan artıq toxunulmazlığı qaldırılır. Nazim Məmmədli, məsələn, deputat toxunulmazlığı onsuz da yox idi. Amma bugün cinayət məsuliyyətinə cəlb olunur. Ona görə də belə nalayiq ifadələr, belə ləyaqətsiz hərəkətlərə yol vermək olmaz. Bu cür nalayiq ifadələr yaraşmaz. Və Xalq Cəbhəsində, Müsavat Partiyasında nəyisə axtarmaq şərəfsizlikdir, ləyaqətsizlikdir. Nədir? Biz müstəmləkədə yaşayırıq. Nədir? Bir Rusiyanın sateliti, Rusiyanın Tataristanıq mı biz, Başqırtistanıq biz, biz Çuvaş Respublikası mıyıq, biz Doğu Türkistanıq mı? Bizi haraya calaşdırırsınız? Nə hesab edirsiniz bizi? Biz Şimali Koreyayıq mı? Bəli, Şimali Koreyada partiya yoxdur. Vahid bir partiya var, Komünist Partiyası. Çində bir dənə partiya var, Komünist Partiyası. Bizi niyə ora calayırsınız? Utanmırsınızmı? Yerə girmirsinizmi? Gələn seçkilərdə səs verməyəcək, görək orada ondan sonra nə edəcəksiniz? 10 milyon sizə səs verməyəcək, onda nə edəcəksiniz? Ay Əli Hüseynli, növbəti seçkilərdə səs vermədi. 10 milyon gəldi, sizi boykot elədi, səs vermədi. Nə edəcəksiniz? İstifa mı verəcəksiniz? 5 il oturmuşsunuz orada bizim hesabımıza, bizim səsimizlə oturmuşsunuz orada, həyasızcasına durub ağzınıza gələni danışa bilməzsiniz. Ayıbdır, bu qədər məsuliyyətsizlik olmaz. Yəni bunu Daxili İşlər Nazirimiz desə, bunu icra başçısı desə başa düşərsən. Deyərsən ki, bu təyinatlı orqandır, prezident qarşısında məsuliyyətdir, prezident nəyisə deyə bilər, prezidentin qarşısında məsuliyyət daşıyır, baş nazirin qarşısında məsuliyyət daşıyır. Siz kimsiz axı? Siz kimsiz ha, millət vəkilləri? Hansısa partiya haqqında hökm çıxarasınız. Zahid Oruç, sən də xaricdə yaşayan blogerlərdə nə istəyirsən, nə ağzına gələni danışırsan? Baş prokurorluq onlar barəsində cinayət işi açıb. Ancaq bilirsiniz ki, Interpol bu barədə onların təhvil verilməsi haqqında qərarda geri çəkib. Çünki onlar Azərbaycan dövləti qarşısında heç bir məsuliyyətləri yoxdur. Niyə versin? Onların pasportunda mənsub olduğu ölkələrin pasportları var. Onlar Azərbaycan Respublikasının vətəndaşı deyil. Onlar Azərbaycan vətəndaşlığından imtina eləmiş insanlardır. Onların Azərbaycana gəlməsi qeyri-mümkündür. Yəni bunu başa düşmək lazımdır. Bunu dərk eləmək lazımdır.
Yəni, baş prokurorluq onlar barəsində axtarış vermək və onlar barəsində cinayət iş açmaq, məhkəmə qərarı çıxarmaqla iş bitmir. Dövlət Təhlükəsizlik Xidməti ilə də məsləhətləşmək lazımdır. Daxili İşlər Nazirliyinin də məsləhətləşmək lazımdır. Və Kəşfiyyat Xidməti ilə məsləhətləşmək lazımdır ki, necə eləyək ki, bu blogerlər prezident əleyhinə danışmasınlar, prezident əleyhinə kampaniya aparmasınlar. Bu məsləhətləri ala bilərsiniz. Amma siz elə bir vəziyyətə gətirdiniz ki, siz insanları prezidentə qarşı qaldırırsınız. Ey millət vəkilləri, siz prezidentə qarşı qaldırırsınız insanları. Prezidenti seçən də bizik. 5 dəfə biz seçmişik. Bizim xoşumuza gəlib seçmişik. Əhalinin 92% ona etimad göstərib seçib. Və prezident belə bəyanat vermir. Prezident Xalq Cəbhəsinin, Müsavat Partiyasının batalyonlarının ordumuzun ərazi bütövlüyünün qorunmamasına görə tənqidlər eləyib. Amma o heç vaxt deməyib ki, partiyalar bağlanmalıdır. Belə bir söz deyə bilməz. Özü də partiya sədridir, özü bunu deyə bilməz. Qanun icazə vermir onu deməyə. Və ona görə də dostlar, biz bəzən belə ifadələr səsləndirən insanlara təəccüblə baxıram. Siz kimsiz, Dövlət Təhlükəsizlik Xidmətinin işinə qarışırsınız? Siz kimsiz, Daxili İşlər Nazirliyinin işinə qarışırsınız? Oturun yerinizdə seçicilərin problemi ilə maraqlanın. Və prezident qanun layihəsi təqdim edir, qanun layihəsi ilə məşğul olun. Nazirlərin hesabatları ilə məşğul olun. Nəyizə lazımdır Xalq Cəbhəsi Müsavat Partiyası? Nə ilə məşğul olur? Sizin nəyizə lazımdır? İşiniz gücünüz yoxdur. Siz hələ icra başçısı haqqında bir söz deyə bilmirsiniz. Nazirlər haqqında söz deyə bilmirsiniz. Çünki səlahiyyətiniz yoxdur. O səlahiyyəti prezidentə aiddir. Sizin heç bir səlahiyyətiniz yoxdur. Nə durub boş-boş? Bu Səyyad Aran var. Özündən ağıllı çıxıb, gəlib nazirlər haqqında irad bildirir. İcra başçısı haqqında irad bildirir. Qanundan xəbəri yoxdur bu adamın. Və otur yerində seçicilərin problemindən məşğul ol. Seçicilərin problemindən danış. Sənin nəyvə lazımdır nazirlər nə ilə məşğul olur? Sənin nəyvə lazımdır icra başçısı nə ilə məşğul olur? Onu prezident qarışa bilər, onu prezident təyin edir. Sən təyin eləmirsən. Sən prezidentdən ağıllısan, ha? Bilirsiniz, əziz dostlar, belə dünya təcrübəsindən, dünya demokratiyasından xəbər olmayan insanlar çıxırlar medialara, özlərini rəzil edirlər. Baxın, hörmətli bizim spikerimiz Sahibə Qafarova, istiqlalçı millət vəkilimiz Tahir Kərimliyə bu düşük hərəkətlərinə görə bir qəşəng cavab vermişdi. Və demişdi ki, bu xalqın yiyəsi, bu parlamentin yiyəsi xalqdır. Konstitusiyanın 1-ci maddəsindən xəbəri yoxdur Tahir Kərimli. İstiqlalçı millət vəkili olub. O 18 oktyabr Konstitusiya aktını imzalayanlardan biri olub. Adam xəbəri yoxdur, kağızdan xəbəri yoxdur. 158 maddəlik Konstitusiyanın xəbəri yoxdur. 95-ci ildə qəbul olunub. 2002-ci ildə əlavə olunub. 2009-cu ildə, 2016-cı ildə əlavə dəyişiklik edilib. Bilirsiniz ki, orada prezidentin səlahiyyətlərinin artırılması haqqında, vitse-prezidentliyin yaradılması haqqında qərar çıxarılıb. Çünki bu parlament, cənab prezident çox yaxşı bilir ki, bu parlament Elçibəyə qarşı istintaq komissiyası yaratdı, Ayaz Mütəllibova qarşı istintaq komissiyası yaratdı, impeachment elədi. Bu parlamentə güvənə bilər İlham Əliyev. Parlamentə nə qədər tapşırıq verdi ki, siz başqa partiyalarla nə işiniz var? Gedin seçicilərin problemi ilə maraqlanın. Mən görürsənmi, seçicilərin problemi ilə maraqlanıram. Seçicilərin qaz problemi ilə maraqlanıram. Mənə məktublar gəlir. Mənə siqnallar gəlir. Mən bu problemi həll edirəm. Bəli, doğrudan da cənab prezident regionların iqtisadi inkişaf proqramı çərçivəsində rayonlara səfər edir və rayonlarda problemləri həll edir. Yeni iş yerləri yaradır. Müalicə diaqnostika mərkəzləri, olimpiya
mərkəzləri yaradır. Və Azərbaycanda bu işləri parlamentdə görə bilər. Parlament görmür. Parlament icra başçısına yol göstərir. Nazirə göstərsən, kimsən göstərəsən? Sən prezidentdən ağıllısan, sən ona yol göstərsən. Otur qulaq as gör nə danışır, otur qulaq as gör nə deyir, nə tövsiyə eləyir sizə. Mən bugün nazirlərimizin hər birindən razıyam. Mən hansı nazir görəndə salamlaşıram, hörmətlə yanaşıram. Emin Əmrullayev haqqında da mən çox yüksək savada, yüksək intellektdə onun briefinglərinə baxmışam. Elçin Quliyev haqqında da xoş sözlər deyə bilərəm. Müdafiə nazirimiz Zakir Həsənov haqqında da xoş sözlər deyə bilərəm. Prezidentimizin köməkçisi Hikmət Hacıyev haqqında da xoş söz deyə bilərəm. Anar Ələkbərov haqqında xoş söz deyə bilərəm. Prezident savadına, intellektinə, dünya görüşünə görə, təcrübəsinə görə vəzifəyə qoyur və sədaqətinə görə seçir. Və təbii ki, vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva ilə məsləhətləşir və məsləhətləşmə əsasında kadrlar seçilir. Bugün parlamentdə olan insanlar özlərini idarə edə bilmirlər. Özlərini danışıqlarına fikir vermirlər. Baxın, parlamentdə təmsil edən Real Partiyasının funksioneri Natiq Cəfərli çıxır ağzına gələni danışır. Çünki onun da zaten məsuliyyəti yoxdur. Parlamentdə xalqın dəstəyi ilə seçilmədi və ona görə də bir revanş hissi var. Hirsini Azər Qasımlıdan çıxarır, hirsini Sevinç Osmanqızıdan çıxarır, hirsini Əli Kərimdən çıxarır. Çıxır Amerikanın mediasının ağzına gələni danışır. Çıxır TV Musavatda ağzına gələni danışır. Heç mən ona qulaq açmaq istəmirəm. Çünki bu adam heç bir siyasi uğuru yoxdur bu adamın. Sadəcə özünü ekspert kimi, iqtisadi ekspert kimi təqdim edir və iqtisadi ekspert kimi özünü aparır. Və salam, bunun başqa bir işi yoxdur. Və prezidentin bilirsiniz ki, xüsusi siyasi partiyaları şöbə rəisi Ədalət Vəliyevin hesabına getdi Qarabağa və Qarabağı getdi, səyahət elədi. Qarabağda görülən işlərdən danışdı. Amma özü heç bir Qarabağ üçün bir iş görə bilmədi. Halbuki iqtisadiyyatçı olaraq hər hansı bir iş görə bilərdi. Çünki Real Partiyasının fundamenti Ümid Partiyasının və yaxud da Milli İstiqlal Partiyasının fundamenti üzərində qurulub. Çünki Ümid Partiyası sıralarından, Milli İstiqlal Partiyası sıralarından çıxmış adamlar gəldilər oraya qoşuldular. Xalq cəbhəsinə qarşı, Müsavat Partiyasına böhtan atan adamlar getdilər o partiyaya qoşuldular. Və orada Azər Qasımlı bunu görəndən sonra partiya sıralarından ayrıldı. Və ona görə də mən hesab edirəm ki, bu məsələyə aydınlıq gətirmək lazımdır. Hüquq-mühafizə orqanların, xüsusi xidmət orqanımızın daxili işlərinə qarışmaq lazım deyil. Biz Əli Kərimi haqqında verilən qərarı dəstəkləyirik. Onun dindirilməsi ilə bağlı qərarı dəstəkləyirik. Bəli, Ramiz Mehdiyevlə onun 2013-cü il prezident seçkilərində namizədliyin qeydə alınması istiqamətində onun müraciəti olub, məktubu olub ki, Mərkəz Seçki Komissiyasına icazə versinlər, biz koalisiyamız prezident seçkilərində iştirak eləsin. Parlament seçkilərində də namizədliyini qeydə alınması üçün 95-ci ildə Ramiz Mehdiyev prezident aparatının rəhbəri idi. 93-cü ildə rəhbəri olub. Və ona görə də bu əlaqələrin olması təbiidir. Çünki dövlət vəzifəsində olanda Əli Kərimli qanunvericilik orqanında təmsil edirdi. Və bunu sübut etməyə ehtiyac yoxdur. Və ona görə də mən bu məsələlərə münasibət bildirməyə bilməzdim. Biraz öncə Xural Televiziyasının baş redaktoru Əvəz Zeynallı bəyanat verdi, açıqlama verdi. Müsavat Partiyasının bəyanatı da var. Əli Kərimlinin həbsi ilə bağlı. Bizim, baxın, Əli Kərimlinin haqqının həbsi ilə bağlı bəyanatımız yoxdur.
Çünki bu qərar Dövlət Təhlükəsizlik Xidmətinin qərarıdır və Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətlərini qarışmaq hesab olunur və ona görə də biz bu barədə bəyanat verə bilmərik. Biz təbii ki, müstəqil xüsusi xidmət orqanı olduğu üçün biz sadəcə araşdırmalar aparırıq və bu araşdırmalar əsasında bu informasiyanı yayırıq ki, burada nələr var. Və bizim apardığımız araşdırmaların heç birini nə Azərbaycan televiziyası, nə Real televiziyası, nə ictimai televiziya apara bilmir. Amma Dövlət Təhlükəsizlik Xidməti bu bizim verdiyimiz informasiyaları da yararlanma imkanları var və bizdən əməkdaşlıq edirik, biz də onlarla əməkdaşlıq edirik. Aramızda çox yüksək səviyyədə hörmət var və biz dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinin saytına kiberhücum edən şəxsləri, hətta bizim Prezident Az saytına kiberhücum edən şəxslərin Rusiya FSB-si olduğunu aşkarlamışıq. Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı informasiyanı Prezident Az saytından sildirən Rusiya FSB-si olub. Bunu üzə çıxarmışıq. Bunu aşkarlamışıq. Və bunu Azərbaycanda mediaların heç biri edə bilməyiblər. Bunu səmimi etiraf eləyək. Çünki bunların elə bir resursları yoxdur. Çünki araşdırma üçün IQ səviyyən olmalıdır, xarici dil bilməlisən, ən azı tarixini bilməlisən, konstitusiyanı bilməlisən, cinayət prosedural məcəlləri bilməlisən və bununla da sən hər hansı bir dövlət haqqında obyektiv bir təsəvvürün formalaşsın. Mən çox vaxtınızı almaq istəmirəm və hesab edirəm ki, Əli Hüseynlinin verdiyi bəyanat bağışlanmaz bəyanatdır və təbii ki, seçkili orqanı təmsil edildiyi üçün o seçkilərin artıq rəğbətini itirmiş olacaq. Biz özümüzü aldatmayaq və özümüzü təbii ki, günüz vəziyyətdə qoymayaq. Hər şeyi olduğu kimi açıqlayaq və olduğu kimi insanlara açıqlama verək. Və görək məhkəmə nə qərar çıxaracaq. Apellyasiya məhkəməsi sabah 14:20-də olacaq. Görək nə qərar çıxaracaqlar. Yəqin ki, böyük ehtimalla partiya funksionerləri də orada olacaq. Daxili İşlər Nazirliyinin əməkdaşları da olacaq. Görək məhkəməyə icazə verəcəklərmi? Məhkəmədə iştiraka icazə verəcəklərmi? Yəqin ki, 4-cü hakimiyyət də bunu işıqlandıracaq. Görək necə olacaq. Maraqla biz prosesi müşahidə edəcəyik. Sosial şəbəkə vasitəsilə. Görək necə olacaq. Amma hesab edirəm ki, yəqin ki, bəraət hökmü verilər. Çünki Aqil Lahıc onun müvəkkilidir və Aqil Lahıc bir çox məhkəmələrdə vəkillik eləyib. Hətta mənim bildiyim qədərilə Əziz Orucun və Əvəz Zeynallının, Abid Qafarovun vəkilliyini eləyib və onların üçü də bəraət alıblar. Yəni Aqil Lahıc çox təcrübəli və uğurlu bir vəkildir. Düşünürəm ki, yəqin ki, məhkəmə obyektiv bir qərar çıxarar. Dövlət Təhlükəsizlik Xidmətinin sadəcə dindirmə ilə bağlı detalları zaten biz sosial şəbəkələrdə gördük. Ramiz Mehdiyevlə əlaqələrinə sübuta yetirilib və danılmaz bir faktordur ki, Əli Kərimlinin millət vəkili seçilməsi ilə bağlı, namizədliyinin qeydə alınması ilə bağlı təbii ki, Mərkəzi Seçki Komissiyasına razılığı Prezident Administrasiyası verib və rəhbəri olduğu Ramiz Mehdiyev verib. Ona görə də bunu bilməyən, zaten bunu qanunları, tarixi bilməyən insanlar deyə bilər ki, nə bilim, Rusiya Millətlər İttifaqı ilə Əli Kərimin əlaqəsi var. Burada heç bir əlaqə ola bilməz. Bunu sübut edən şəkillər yoxdur, dəlillər yoxdur və iddialar var sadəcə. Və bu iddiaları da medialar, başda TV Musavat olmaqla, APA media olmaqla bunu yayırlar
məsuliyyətsiz şəkildə yayırlar. Və yaxud da Cəfərov var, Kamal Cəfərov adlı deputat var, Real TV-yə müsahibə verib. O da ağzına gələn danışıb, o da deputatdır, millət vəkilidir. Və onun da məsuliyyətsiz bəyanatına görə mən düşünürəm ki, o da istintaqa cəlb oluna bilər və onun barəsində də intizam hökmü çıxara bilər. Yəni, icra hakimiyyətinin orqanlarının, yəni prezidentin təyin etdiyi orqanlar parlamentdə hər şey edə bilər. Ona görə ki, necə ki prezidenti xalq seçib, prezidenti xalq etimad göstərib, xalq 5 dəfə ona etimadını göstərib, xalqın etimadını qazanıb, parlament də həmin etimadı doğrultmalıdır. Siz gedib nazirin işinə qarışa bilməzsiniz, icra başçının işinə qarışa bilməzsiniz. Sənə nə var, Əli Kərimin həbs olunub? Niyə bəyanat verirsən? Sən yaxşı olar, belə ləyaqətin çatırsa Əli Kərimini müdafiə elə də, niyə eləyə bilmirsən? Və çünki onu edə bilmirsən. Çünki əlində informasiya yoxdur, onu müdafiə edəcək, əlində informasiya, dəlillər yoxdur ki, danışasan. Və mən ümumiyyətlə Əli Kərimlini təqsirləndirilən şəxs olduğuna görə mən onu necə müdafiə edə bilərəm? Mən onun vəkili də deyiləm. Mən xalq cəbhəsinin üzvü də deyiləm. Yəni, hüquqi cəhətdə mən onu müdafiə eləməyim qeyri-mümkündür. Nəysə dostlar, mən çox vaxtınızı almaq istəmirəm. Hər kəs öz bildiklərini danışır, öz bildiklərini deyir. Və mən danışdıqlarından qorxmuram. Nəyəsə, niyə qorxum? Mənim rüşvətxorluqla, xaricdən qrant almaqla, qaçaqmalçılıqla heç bir əlaqəm yoxdur. Mənim bir dövlətim var, bir bayrağım var, bir gebim var. Mənim başqa bir dövlətlə bağlılığım yoxdur ki, kimsə məni başqa dövlətlə bağlasın. Rusiyanı da söyürəm, İranı da söyürəm, Çini də söyürəm. Türk millətinin kim əzirsə onu söyürəm, təhqir edirəm, alçaldıram və onları iti qovan kimi qovulmasını tələb edirəm. Azərbaycanda nə Çin şirkəti, nə İran şirkəti, nə Rus şirkəti Azərbaycanda olmamalıdır. Azərbaycanda Azərbaycanı sevənlərin şirkətləri olmalıdır. Azərbaycanın müstəqilliyini müdafiə edənlər, Azərbaycan ərazi bütövlüyünə hörmət yanaşan dövlətlərin, ölkələrin şirkətləri olmalıdır. Çin nə atdırır burada? Rus nə atdırır burada? İran nə atdırır burada? Onlar dövlətdirmi mənim üçün? Mənim üçün onlar dövlət deyil. Onlar işğalçı Türk millətinin əzəli düşmənləridirlər. O dövlətlər heç bir zaman Türk dövlətlərin dövlətlər kimi müstəqilliklərini qəbul etməyiblər, qurulmasını istəmirlər. Onlar müstəmləkədə saxlamaq istəyirlər. İqtisadi cəhətdən, siyasi cəhətdən, hərbi cəhətdən. Bizim səhifələrimizi vururlar. Ləyaqətsizcəsinə bizim səhifələrimizi sildirməyə çalışırlar. Səhifələrimizi bağlamaq istəyirlər. Bununla layiq hərəkətlərinə görə biz Amerikanın, Demokratik Amerikanın şirkətinin, Facebook şirkətinin prezidentinə, Zuckerberg'e yazmışıq ki, bu yaramazlarla mübarizə aparın. Bu TikTok'dur, nə bilim, Rusiyanın VKontaktesidir, İranın nə bilim, digər yaramaz səhifələri var. Azərbaycan əleyhinə, Türklərin əleyhinə anti-Azərbaycan, anti-Türk təbliğatı aparır. Yığışdırmaq lazımdır bunların və bu yaramazlığı yığışdırmaq lazımdır. Bəli, dövlət təhlükəsizliyini müdafiə eləmək lazımdır. Daxili İşlər Nazirliyini müdafiə eləmək lazımdır. İcra hakimiyyətini müdafiə eləmək lazımdır. Çünki bizim vergilərimizlə, şərəflə, ləyaqətlə dövlətinə, prezidentinə sədaqətlə xidmət edirlər. Kimsə bizə öyrədə bilməz. Kimsə bizə o yaltaqlıqdır, nə bilim, məhtaxlıqdır. Onu bilirsiniz kimlər eləyir? Güya özünü Rusiyaya, İrana, Çinə xidmət etməyi gizlətmək üçün. Altdan onlar Rusiyadan maliyyələşirlər, İrandan maliyyələşirlər, Çindən maliyyələşirlər və insanlara yaltaqlığı, mütiliyi, qaragürüqçuluğu öyrətməklə məşğuldurlar. Hanı Ata Abdullayevlər? Hanı Səbuhi Rəhimovlar? Hanı o
Biri var idi. Ukraynada həbs olundu. Nəysə, ad çəkmək istəmirəm. Çoxdur siyahı. Və bunlar hamısı türmədədirlər. Türmədə də yatacaqlar.